Südü azaltmaq və kəsmək üçün süd vəzisini əsla sıxıb bağlamaq olmaz. Hər vaxtınız xeyir dəyərli izləyicilərim və pasientlərim. Bir çox ananın müraciətinə görə, bir çox ananın verdiyi suala görə mən bu toplu bir şəkildə cavab vermək istədim ki, heç bir ana bu səhvi eləməsin. Yadımdadır bir neçə ay əvvəl mənə hətta bir ana müraciət eləmişdi ki, anada artıq mastit var idi sözün düzü və mən onu mamoloqa yönəltməyə məcbur idim. Çünki artıq çox gecikmiş vəziyyətdə idi və sadə antibiotik təyini ilə təəssüf ki, vəziyyəti düzəlməyəcəkdi və çox təəssüf edirəm ki, həmin anada uzun müddətli mastitdən sonra artıq irinləmə baş vermişdi, yəni abses yaranmışdı və absesa görə təbii ki, artıq cərrahi müdaxilə tələb olunurdu. Hər şey yaxşı bitdi, amma bu səviyyəyə, bu vəziyyətə gəlib çatmaya da bilərdi. Bir çox kompetent olmayan, sertifikatı olmayan və bu işlə elə-belə öz başına məşğul olmağa başlayan ana südü məsləhətçilərinin, həmçinin bu sahədən heç bir xəbəri olmayan, yəni süd vermə barədə heç bir bilgisi olmayan həkimlər var ki, misal üçün müəyyən kateqoriya həkimlər anaya dərman yazmadılar, müalicə yazmadılar hər hansı problemlə bağlı və dərman qəbuluna görə süd verə bilməzsən deyirlər. Əvvəla heç elaktansiya.org səhifəsində bunu yoxlamadan, həmin dərmanların tərkibini yoxlamadan birbaşa süd verməyin deyirlər və çox təəssüf ki, mən özüm onu yoxlayıb anaya deməyə məcbur oluram. Yəni içə bilərmi, içə bilməzmi deyə. Və bəziləri isə hətta deyirlər ki, süd kəsən dərman qəbul etməlisən, o dərmanı təyin də eləyirlər. Baxmayaraq ki, elə bir zərərsiz dərman deyil o və xüsusi sxemlə qəbul olunmalıdır və o dərmanı içəndən sonra süd vəzlərini sıx bağla